Bugün Azərbaycanın şəhid milli qəhrəmanı Səxavət Məhərrəmovun şəhadət olduğu gündür. Səxavət Məhərrəmov dekabrın 5-i 1973-cü ildə Qərbi Azərbaycanda anadan olmuşdur. 1988-ci ildə ermənilərin Ermənistanda Azərbaycanlılara tutduğu soyqırım məhz Səxavətin ailəsinin köçkün düşməsinə səbəb olmuşdur. Səxavətin ailəsi ilk olaraq Gürcüstana köçdükdən sonra isə Bakıya, Lökbatan qəsəbəsində yerləşmişlər. 1991-ci ildə Lökbatanda orta məktəb bitirən Səxavət könüllü olaraq orduya yazıldı. Bir çox qəhrəmanlıqlar göstərən qəhrəmanımız demək ki, düşməni kabusuna çevirmişdi. Lakin 1992-ci ildə iyunun 27-sində qəhrəmanımız üçün son döyüş oldu. Uğurlu əməliyyatda iştirak edən qəhrəmanımız əməliyyatın uğuruna sevinə bilməyərək düşmən snayperinə tuş gəlmişdir. Biz də Milli Qəhrəmanlar Təşkilatı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyə Allah bizə nəsib edir. Gəlin milli qəhrəmanlarımızı unutmayaq. Milli qəhrəmanlarımızın döyüş yolunu öyrənərək bu gün Azərbaycan hərb tarixində adını qızıl hərflə yazdığımız Vətən müharibəsi qəhrəmanları məhz milli qəhrəmanlarımızın yolunu öyrənərək o döyüşlərə getdi. Allah rəhmət etsin.